Xəbər verdiyimiz kimi 1-ci və 4-cü ixtisas qrupları üzrə 12 iyul tarixində keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. 4-cü ixtisas qrupu üzrə maksimum 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri təmayüllü gimnaziyanın məzunu Samir Tağzadə toplayıb. O ilk imtahanda 691,3 bal toplamışdı. Bu nəticə kifayət qədər yüksək olsa da Samir əlaçı verilişində olduğu kimi burada da zirvəni əldə etmək istəmədi. Cəmi 8,7 bal üçün gecəsinə gündüzünə qatdı və istədiyinə nail oldu. Bu mərhələdə də ən yüksək nəticəni göstərərək hədəfinə çatdı. Ölkə birincisi olan Samir sevincini bizimlə bölüşdü. Nəticələr çıxanda ailəmlə birlikdə idim. Atamın telefonuna mesaj gəldi, görüb çox sevindim. Möhtəşəm, qürur verici bir hisdi. Əvvəlcədən özümə inanırdım. Bundan əvvəl 691,3 bal yığmışdım və bu yüksək nəticə idi. Amma fikirləşdim ki, daha artığına gücüm çatırsa niyə də olmasın? Bu yolda əziyyət çəkmək lazımdır. Allah əziyyəti yerdə qoymur.